Salam, hər vaxtınız xeyirli olsun dəyərli izləyicilər. Biz bugün 8-ci sinif mövzusu olan 2 parametrinə görə məlumatın təhlili mövzusunun izahına və tapşırıqlarına baxacağıq. Mövzuya keçməzdən əvvəl belə məlumatlar xatırlatmaq istəyirdim ki, bu kanalda həm siniflər üzrə mövzuların izahları, həm də orta məktəb dərslərindəki sualların izahları paylaşılır. Sizlər də bunlardan xəbərdar olmaq istəyirsinizsə kanala abunə olmağı unutmayın. İndi burada deyək ki, 2 parametrinə görə məlumatların təhlili. Bu nə deməkdir? İndi gəlin burada məsələn bir nümunə var, baxalım. Deyək ki, bizə məsələn araşdırma qrupu 100 nəfər arasından yayın hansı ayında və harada istirahət etdikləri haqqında sorğu aparmışdı. Nəticə arasında nəticələr aşağıdakı kimidir. 2 parametrli cədvəldə təqdim edilmişdir. İndi biz burada nəyə baxmamız lazım? Bizim parametrlərdə hansılardır? Ölkə var, bir də aylar var. Parametrlərdə biri ayların sətirləri verilibdir. Məsələn, sətirlər boyunda verilibdir. Harda, hansı aylarda istifadə olunur, yəni gedilir deyə. Digəri isə ölkələr qeyd olunubdur. Və bu şəkildə 2 parametrinə görə bir cədvəl qurulubdur. Yəni bu 2 parametrdir. Bu cədvəldən məsələn istifadə edərək biz baxa bilərik. Məsələn, gəlin burada hansı qeyd olunubdur? Bunun üstünə çox da qalmıram. İndi gəlin məsələn 10-cu suala baxsaq. Nə deyir bizdə 10-cu sualda? Deyir ki, 10-cu sualda nümunə tapşırıqda verilənlərə görə sualları cavablandırın. Deyir ki, rəy soruşanların neçə faizi öz məzuniyyətini iyun ayında. Məsələn, baxın iyun ayının 2 və 29. Baxın 100 nəfər olduğuna görə, baxın 100 nəfər belə neçə faiz deməkdir? 100%. Onda 29 nəfər neçə faiz olacaq? 29 nəfər olacaq elə 29%. Bu şəkildə olmalıdır. Rəyi soruşulanların neçə faiz öz məzuniyyətini Türkiyədə keçirəcək? Türkiyə? Türkiyədə 43 nəfər. İndi baxın bu 43 nəfər elə 43% olacaq da. Elə deyil. Çünki 100% daxil 100% isə bu sorğuya görə də 1250 nəfərdən təxminən neçəsinin öz məzuniyyətini Avropada keçirəcəyini düşünmək olar. Normalda Avropaya neçə nəfər gedir? Avropaya gedir 100 nəfərdən gedir 23-ü Avropaya gedir. İndi bəs yaxşı 1250-dən neçəsi gedər? X. Biz burada nə edə bilərik? 100 atacaq aşağı, 1250 vurulsun 20 şəklində olacaq. Bununla bu gedəcək. İndi burada bir dəqiq cavab alınmayacaq. Bunun kalkulatordan istifadə edəcəm mən. Vaxtımız çox getməsin deyə. 125-i vurmalıyam 23-ə. Bölməliyəm o. Təxminən burada 287,5 alındı. Yəni təxminən 287 nəfər və ya 288 nəfər deyə bilərik. Bu şəkildə gedə bilər. Sonra gəldik 11-ci suala. Deyir ki, sürücülük vəsiqəsini almaq üçün imtahan verən qadın və kişilər arasında ilk imtahandan topladıkları balların vəsiqə almaq üçün yetərli olmadığı haqqında sorğu aparıldı. Sorğu 22-si qadın olmaqla ümumilikdə 50 nəfər arasında keçirilmişdi. Qadınların 16-sı ilk imtahanda keçdi. Gəlin buna bir dənə cədvəl qurağım. Belə bir şeylər. Bu olsun qadın, kişi, keçən, bir də keçməyən olsun. Belə. Burada olsun cəm. Burada cəmi. İndi baxın, 22-si qadın olmaq ümumilikdə 50 nəfərdən soruşulubdur. Qadınların 16-sı ilk imtahana vəsiqə ala bilmədiklərini ala bilməyib. Neçə nəfər? 16 nəfər. Onda 22-dən 16 çıxaram. Neçə elədir? Bu 6 nəfər keçibmiş.
Kişilərin 18 nəfər elə ilk cəhdə imtahanı uğurla keçib. Əla, 18 nəfər. Normalda 50-dən 22-si qadın idisə, 50-dən çıxıram 22-ni. Neçə qalır? 28. 28-dən 18-i keçib. Neçəsi keçməyib? 8 nəfər. 8 yox. 10 nəfər keçə bilmir. Deyir ki, ilk cəhdə imtahanı uğurla verdiyi bildirilmişdir. Bu məlumata görə 2 parametr cədvəl qurduq. Məsələn, burada cəmi neçə oldu? Burada 22 nəfər oldu. Burada 18 nəfər oldu. Belə baxdığımız zaman bura 24. Belə baxdığımız zaman isə belə də 26 olacaq. Yəni buradan da cəmi 50 nəfər oldu. Parametrləri də bizə veribdir. Generi, kişi, qadın. Belə. Bu şəkildə olacaq. Artıq özü də baxsaq ki, baxın burada cəmi 50 oldu. Bu şəkildə burada 22 qadın var idi. Baxın bu ikisini toplayanda burada 22 aldıq. Burada kişilərin sayı 28 idi. Bu ikisini toplayanda da 28-i nə edirik? Alırıq. Yəni bu şəkildə baxmamız lazım. İndi sonra keçək növbəti hissəyə. Nə deyir burada? Deyir ki, indi burada da yəni 2 parametrinə görə məlumatın təqdimatıdır. Məsələn, 12-ci sualda nə deyir bizə? Deyir ki, ibtidai siniflərdə şagirdlərin ev tapşırıqlarını yerinə yetirmək üçün kimlər? Valideynlərindən yoxsa xüsusi müəllimlərdən kömək aldıqları haqqında araşdırma aparmışdır. Deyir, ev tapşırıqlarını xüsusi müəllimlə məşğul olan. Gəlin burada yazağında indi. Baxın, xüsusi müəllimlə məşğul olan nə qədər? Neçə nəfər var? Məsələn, 40 nəfər. Və burada neçə nəfər var? Burada da 60 nəfər. Aha, burada neçə olur? 2, bura 72-dir, burada 8, 28-dir. İndi gəlin baxaq. Deyir ki, bizə ev tapşırıqlarını xüsusi müəllimlə məşğul olan şagirdlərdən neçə faizinin valideynləri övladlarına dərsi ilə məşğul olmur. Normalda 40-dır, 40 nəfər. 40-dan məşğul olmayanlar 16 nəfəri məşğul olmur. Baxın, xüsusi müəllimlə məşğul olan 24-dür. Həm valideyn məşğul olur, həm xüsusi. Amma burada olmayanlar 16. Amma mən bunu faizə çevirmək nə etməliyəm? 100-ə vurmalıyam. Bu 0-la bu 0, bununla bu 4, 4-də 10 alırsaq, deməli 40%. Əla, 40%. Sonra nə deyirdik ki, şagirdlərin şagirdlərin neçə faizidir ev tapşırığını valideynlərin köməyi ilə yerinə yetirir? Neçə faizi? İndi baxalım. Normalda 100-dür də. Valideynin köməyi ilə yerinə yetirən 72 nəfərdir. Və valideynin köməyi ilə 72 nəfər. Onda biz 100-də 72 vurulsun 100 şəklində. Bu da 72% olacaq da, deyil mi? Əla. Sonra da bizə bunu deyir ki, bar qrafda göstərin deyir. Təbii ki, bar qrafda biz nə deyir? Burada baxın, belə bir şey də bilərik də. Biz bura nə yaza bilərik? Bura yaza bilərik ki, bir hissəsinə xüsusi müəllim olanları yazarıq. Değil mi? Bir hissədə valideynlə. Burada indi biz belə deyəndə bu olsun xüsusi müəllim. Xüsusi müəllimi bəli olanlar. Bəli. Bir də indi belə bir şey çəkəyim. Bunu da uzadacağım mən. Bəlkə də baxacağım vəziyyətə görə. Xüsusi müəllimi xeyr olanlar. Xeyr. Bu da bəli olsun. İndi baxın, biz burada nə edə bilərik? Gəlin biz bunu faizlə qeyd etməyə çalışanda deyirəm ki, indi xüsusi müəllimi məsələn bəli olanlar.
Bu xüsusi müəllimi bəli olanların içində də nə var? Bəziləri nədir? Valideyn nəzarət eləyir. Bunu da bunun içində qeyd eləyək. Məsələn, faizlə göstərin. Bu ümumi olsun 100%. 100%. Oldu. Mən deyirəm ki, gəlin baxaq görək. Məsələn, baxın, xüsusi müəllim bəli olanlar, məsələn, valideyni, həm də valideyni, xüsusi müəllimin bəli olanların içində valideyn hazırlaşdıran da var. Valideyn hazırlaşdırmayan da, yəni valideyn kömək etməyən də var. O cəmi 40 nəfər. Məsələn, mən 40-dan 24-ün 100-ə etsə, bura A. Deməli, 60%, bax, belə edəcəm, baxın. Bunun bu 60%-i hansıdır? Valideyn kömək edəndir. Valideyn, bəli. Onda burada yerdə nə qaldı? 40%. Belə deyəndə, məsələn, bura 60%. Valideyn bəli deyənlərdir. Bu içindən 40% də valideynin xeyir deyən. Sonra ikinci hissədə valideynin xeyir deyənlər arasından neçə şagirdimiz var idi bizim? 28 idi, elə deyilmi? İndi mən 60 uşağın içindən də 60-ın içindən 48-imiz nədir? Məsələn, xüsusi müəllim yanına getmir və bu 48-i müəllim valideyn kömək eləyir. Bu da belə get neçə oldu? 80%. Deməli bura qədərini baxın belə deyək, 80%-ni kim kömək eləyir? Valideyn. Neçə faizi qalır? 20% də özü edir. Yəni biz bu şəkildə baxa bilərik. Yəni baqraf şəklində bu şəkildə göstərmək olar. Belə. Mövzumuz bu qədər. Ümid edirəm ki, video sizin üçün faydalı olar. Videonu bəyənib kanala abunə olmayı unutmayın. Sağ olun.